Əzizlərim, bildiyiniz kimi mənim saçım 22-23 yaşımdan baxın belədir. Bir yandan saçım tez uzanır, maşallahlar olsun, yaxşıdır, bilənlər bilir, bilməyənlər üçün deyirəm, bilənlər də 105-ci dəfə eşidirlər. İndi uzanıb. Deyəcəksiniz ki, nə var ki, başına rəng qoy, amma rəng qoymaq asandır, onu yumaq var, mamama əziyyətdir, mənim ayağıma su olmaz, ayağımı gərək kloko keçirdim, necəsə mama gətirsin, 79 yaşında qadın güclə qaldırır, ürəyim gəlməz. İtaq mən məsəl üçün lazım olanda mamanı belə tuturum. Sözün əsl mənasında minirəm. Yəni, ona görə gözləyək görək nə vaxt icazə verəcəklər tam. Yəni, heç olmasa əslə ilə evdə hərəkət etməyəm. Ayağı nə vaxtsa sınıbsa, neçə aya bərp olub, neçə aya normal gəzməyə icazə veriblər, evdə öncə gəzməyə, sonra küçədə gəzməyə, buralarda mənə yazsınlar. Düzdür, mənim izləyicilərim elə qeyri-aktivdirlər ki, belə oturacaqlar, gedəcəklər. Xüsusilə məsəl üçün təzə post paylaşacağam, atacağım onu story. Hətta bir də görüş postun üstünə like, comment atacağım, yenə də keçəcəklər. Narahat olmayın, onunla mən pul qazanmayacağım. Sadəcə biraz aktiv eləyəcəyiz, like'larla, commentlərlə. Amma həqiqətən, kiminsə başına gəlibsə, yaxınının başına gəlibsə, mənə desin, təqribən bilirəm, oxumuşam internetdən, sağ olsun, qeyri-aktiv izləyicilərim olmasa da olar, Google var, Google-dən soruşuram. Amma yenə də aktiv olan, bilən, mənim yaxşı izləyicilərim də var, desin mənə zəhmət olmasa. Bu suyunu iplə çəkirəm, sabah inşallah həkimə zəng vurum, görüm nə vaxt gələcək. Dedi ki, düz operasiyanın, əməliyyatın 3 həftəsində gələrsin. 5-i olmuşam əməliyyat, 5-i 12-si 1 həftə, 12-si 19-u 2 həftə, 19-u 21-i, 19-u 26, 19-u 26-sı, 3 həftə olur. Yəni, sabah da ayın 25-idir, inşallah zəng vurum, görüm, nə olur. Gedim görüm, dedi ki, gələrsən, bilmədim, rengen ya kata eləyəcəklər, ondan sonra baxacaqlar, gipsi çıxartsınlar, ya yox. Bunun adı osteosintezdir, rekonstruktiv əməliyyatdır, osteosümük deməkdir, sümüklərin sintezidir. Xüsusi titan belə plastinkalar qoyublar, hansı ki dayaq olur ki, o sınıq olan hissə bir-birindən, sonra dildə izah edirəm, bir-birindən tərpənməsin. Məlumatlar, məsəl üçün, həkim deyib ki, 6 ay sonra bir dənə yüngül operasiya olacaq, onu çıxardacaq. 2 cür olur, var orada şurublarla filan, el dili ilə sizə izah edirəm, var belə necəsə qoyublar. Ola bilsin 6-12 ay ərzində çıxartsınlar, ola bilsin çıxartmasınlar, indi bilmirəm. Amma həkim deyib ki, 6 ayın tamamında daha bir operasiya keçəcək. Bu operasiya 2800 vermişəm, o operasiya da artısa 1300, 1400, 1500 civarında olacaq. Hələ dərmanları, iynələri, tibbatçı pulu, dərman pulunu nəzərə almasaq, o da dərmanlar bilirsiniz də, qızılın qiyməti kimi günü-gündən qalxır. Əvvəllər vahid qiymət tarif cədvəli vardı, indi bilmirəm o vahid qiymət tarif cədvəli nə bilim nə deyirlər, onu apteklər niyə nəzərə almır. Orasını anlamıram. Şeyə görə, internetdə yazılana görə, yavaş-yavaş kastılla, belə çəlik var gətiriblər, amma əsli ilə mənə daha rahat olardı. Bəzi mənbələrə istinadənsə, belə xüsusi batinka kimi şeydir giyib gəzilərkən ayaq əzilməsin. Həm də məsəl üçün çiməndə eləyəndə o yaralıya filan su getməsin, sürüşməsin, belə bir şeylər olmalıdır. O çinmək üçün rəfiqəm deyib, amma belə istinadən elə. Və xüsusi belə ayaqqabının içinə xüsusi giyilmiş belə şeylər qoyacaqlar, pastilkalar, belə silikon. Onu mən bilirəm ki, mahmız vaxtı da qoyurdular, saçma baxıyor, yarısı qara, yarısı ağ. Nəysə, yox mən, adam var çal saç yaraşır, mənə çal saç yaraşmaz. Hə, nəysə. Evdə hərəkət eləyim, bastanavliyim 3-6 ayacan olacaq. Getdi mən. Özdə zakon podlusidir. İstədiyim bax, Özbək günləri oldu, Ququşu baleti oldu, şam işığında klassik musiqi filan oldu. İnşallah mən sağalana daha yaxşılar olar. Mən sağalana sezon qutarar gəlində o bir sezona. Deyim, cadu elədilər, yox. Mənə cadu təsir eləmir. Heç kim də soruşmasın, neynədin deməyəcəm. Onu özünüz ezoterika elmini araşdırarsınız. Nə mənə, nə Səlimə cadu təsir eləmir. Əksinə elə eləmişəm ki, mənə Səlimə cadu eləyəndə, belə deyək də, cadunu yerinə yetirən şeytan qayıdır cadunun sifariş verənin özünü və əzizini vurur. Bir də ki, o hansı cadugar eləyib, onu özünü və əzizini. Cadugərlər adətən özünü müdafiə qoyurlar, amma sifariş yenə də vurur.
Amma cadu sifariş eləyənin özünü və əzizini vurur. Nə formada vurur, daha doğrusu şeytan bilir, özləri bilir. Öz qabağındayam. İnşallah məni gözə gətirənlər məni necə milyoner bilirlərsə elə milyoner olaram. Necə mən bəxtəvərəmsə gözlərində elə bəxtəvər olum. Necə xoşbəxt ana, xoşbəxt qadın, xoşbəxt insan, xoşbəxt övladam, elə xoşbəxt ana, xoşbəxt qadın, xoşbəxt insan, xoşbəxt övlad oluram. Necə məni gözəl, qəşəng, ağıllı, sağlam, milyoner, varlı, dövlətli görürlərsə mən elə olum. İndiki halım onlara qismət. İndiki bəxtəvərliyim onlara qismət, indiki sosial mediadan olan gəlirim də onlara qismət. Artım qutarıb, asan imzama nəsə pul çıxmırlar. Boş gəlirim olmadığı üçün boş vergi hesabatı verməliyəm. Necə verəcəm, nə formada verəcəm? Yəni hesabatı zəng vurub soruşaram, mənə deyərlər ki, hara gir, hardan elə, onu eləyərəm. Bank kartını falan necə dəyişəcəm? Bir Allah bilir. Gözə gətirənləri də Allaha tapşırıram. Onsuz da paxıl qabağa getmir. Bəzən deyirəm ki, mən paxıllıq çəkən insanlar axı qabağa gedir. Deyir, qabağa gedir, bilsən niyə qabağa getmir? Özünün uğurunu, özünün xoşbəxtliyini, özünün bərəkət ruzusunu görmür, digərinkini görür. Ona görə o çürüyür də yerində. Belə, mənim cadu eləyənlərim də bol olub, amma cadu mənə artıq təsir eləmir. Amma göz dəhşətdir. Məni gözə gətirənlərin daim gəlini başda olmaqla çox adam var. Özdə söhbət izləyicidən getmir, izləyici kütləsi məni tanımır ki, qıraqdan baxdığı adi bir blogeram da, hər məni izləsin, nə başqasından. 12 bürcünün axırıncı bürcü olduğu üçün bir ara deyirlər 13-cü ilan bürcü də var. Hamısını özündə toparlayıbdır. Balıqlar çox əsrarəngizdirlər. Balıqların pislik eləyənlər ilahi ədalət tutur. İstəyir cadusu olsun, istəyir gözü olsun, istəyir hər hansı bir real əməli olsun. Onu tutur, mən sizə 100% deyirəm. Simbolü məndə o nəsildən keçmə var, o qabiliyyət. Cavab eləməyə zad lazım deyil. Bilirəm o işlərin hamısını. Elmini öyrənmişəm. Amma eləmirəm. Sadəcə bu. Yəni bir ayağımı gözə gətirmişsinizsə, demirəm indi bu dəqiqə. 30 ildən sonra da ola bilər. Əzizləriniz 30 ildən sonra da onu çəkə bilər. Olsa deyir ki, Allahım mən neynəmişdim, mən belə düşdüm, əzizim belə düşdü. Vaxtında kimisi gözə gətirmişdim, cadu eləmişdim, pislik eləmişdim, məni rəhimə. İndi ya özün çəkirsən ən yaxşı halda, ən pis halda da ki, günahsız olan. İndi hər şey bir yana, sarkazm, zarafat, yarı gerçək bir yana, əziz izləyicilər, bir dənə mənə deyin ki, özünüzdə və yaxud yaxınlarınızda, tanışlarınızda belə olubsa, osteosintez, yəni ki, əməliyyat keçiblərsə, neçə aya bərpa olurlar, neçə günə bərpa olurlar, belə xoş sözlərlə motivləşdirməni. Sözün düzündə deyil. Bunu sizdən gözləyirəm. Heç olmasa burada aktiv. Belə ağ saçlarla, bomjalından da gözələməyin, maşallah, doğuluşdan gözələməyin, plastik müdaxiləm olanda da gözələm, olmayanda da gözələm. Təbii gözəllər baxsın, partlasın. Təbii gözəl olan, təbii olanda da gözəl idim, belə də gözəlim. Belə. Sizləri də sevirəm. Məni sevənləri lap çox sevirəm. Sevməyən haterları da sevirəm ki, Allahın yanında savab olsun. Çünki onsuz da sizləri sevməyən çoxdur. Eləcə də yaxın ətrafımız ki, sevmir. Sizi də yoxdur, xoşbəxt olmadığınız üçün elə də heç olmasa sevgimi verim ki, Allaha xoş getsin. Mən verdiyim sevginin əvəzini milyonlarca, milyardlarca, sonsuz dərəcədə mənə qaytarır. Və belə də oldu. Oldu. Təşəkkür edirəm. Şükürlər olsun. Sevgi saçın ki, sevgi qazanasın.